Salamlar hər kəsə. Bugün servisimizə Mercedes 400 yaxınlaşmışdı. Problem maşın açar tanımırdı. Gah zamok açılırdı, gah açılmırdı. Maşına baxdıq və problemi tapdıq. Problem zamokun özündə idi. Zamok yenisi ilə əvəz olundu və problem aradan qalxdı. Ümumiyyətlə bu Mercedes lazer açarlarında limitli olur. Mercedes lazer açarlarının limitinin yazılması, itmiş açarların bərpası bizdə mümkündür. Və bəzən zamoklarda da problem olur. Bu maşındakı kimi xodlanmır, start vermir, açarı zamoka taxırsınız, üstündə durmur, yerə düşür açar. Bu kimi problemlər də olduqda zamokların remontu və dəyişilməsi bizdə mümkündür. Əgər sizin də maşınınızda bu kimi problemlər varsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrəmiz səhifədə qeyd olunub.